Bugün dayanıp yaşadığım hayata bir anlık nəzər saldıqda, bugün həyatımda olanların bir zaman arzularım olduqlarını gördüm. Ətrafıma baxdım, xoşbəxtliyi görə bilmədim. Arzu etdiklərimizə çatmaqda görürdük axı xoşbəxtliyi. Bu anda bir şey dərk elədim. Arzulara çatmaqda deyilmiş xoşbəxtlik. Arzularla yaşamaq imiş xoşbəxtlik. Arzu etməkdir xoşbəxtlik. Arzulardır xoşbəxtlik. Anladım ki, axı arzular sonsuzdur. Arzular sonsuzdursa xoşbəxtlik də əl çatmazdır axı. Dərin bir fikrə getdim, düşündüm və birdən qəlbim sevinclə çırpınmağa başladı və o anda anladım ki, xoşbəxtlik sabahın arzularıyla yaşanan bugündəymiş. Xoşbəxtlik arzulardaymış. Xoşbəxtlik sabahlarda deyil, bugünlərdəymiş. Sabahın arzularıyla, arzularla yaşanan bugünlərdəymiş xoşbəxtlik.